Bakının Nərimanov rayonunda bir köhnə ərazi var. Adını rəsmi sənədlərdə çoxdan dəyişiblər. Amma adı dəyişsə də insanların fikrində, düşüncəsində və dilində hələ də köhnə adı qalır və ilə səsləndirirlər. Söhbət Montindən gedir. Bəli, Bakının daha bir köhnə məhəlləsi Montinə gəlmişik. Görək burada nə var, nə yox. Neçə ildir burada yaşayırsınız? Hələ anadan olanlar 64-dən. Hər halda Montinin hər şeyini görmüsünüz. Keçmişində bu günündə. Bəli. Necə yer olub Montin əvvəldə? Montin çox gözəl, əvvəllər çox gözəl olub. Sakinləri də, ərazisi də, hər bir şey. Əvvəllər dediniz, yəni indi yox. İndi belə də müəyyən çatışmamazlıqlar, xoşa gəlməz hallar var. Məsələn, Dəyişiklik çoxdur hər cəhətdən. dəyişiklik yaxşılığa doğru deyil. Yaxşıya doğru deyil. Əhalinin sayı çoxalıb. Yəni bu ərazi üçün əhalinin sayı həddindən artıq çoxdur. Gələnlər çoxdur. Bəli, gələnlər çoxdur. Yerli, yersiz. Mən ərazini çox yoxuş tanıyıram. Burada 10 ailə ola bilər köhnədən. Ondan artıq deyil. O vaxtlar Montin digər ərazilərdən nə fərqlənirdi? Çox sakitliyinə, sıxlıq yox idi. İnsanlar mehriban idi. Mən indi heç qonşularımı tanımıram demək olar ki. Mehribançılıq o qədər yoxdur ki, hətta qonşuyu belə tanımırsınız. Bəli, hazırda yoxdur. O zamanlarda bu ərazidə evlərin qapısı bağlanmırdı. Qapılar açıq olardı. Baxmayaraq ki, burada başqa millətlər də yaşayırdı. Burada bağlı qapı olan ev olmuyor. Montin iki hissə olub da əvvəl, yuxarı, aşağı. Yəni prospektin o üzünə yuxarı hissə deyirdilər, bu üzünə aşağı hissə deyirdilər. Amma əsasən Montin bu hissə sayılır. Çünki burada o vaxtlar Montin stansiyası, indi Nərimanov stansiyası gedir, Qatar stansiyası. Ona görə ərazi Montin adlandı. Amma yuxarı hissə əslində Montin deyildi. Elə tanışdıq üçün, tanımaq üçün yuxarı Montin deyirdilər. Mən elə yuxarı Montin ərazisində orta məktəbdə oxumuşam onu. Yəni rəsmi sənədlərdə artıq Montin adı yoxdur. Yoxdur, lap gözəl. Yəni harda qalırsan deyəndə nə deyirsiniz? Yəqin ki, Montin qəsəbəsi, məsələn Arif Hacıyev küçəsi, bax belə. Burada kimicə çağıranda, yəni qonağımız da gələndə, biz kimə qonaq da geçsək, getdiyimiz evdə deyirik Montinlə gəlmişik. Gələndə qonağımıza deyirik ki, Montinə gələrsən. Taksidə sifariş verəndə Montinə deyirik. Montin həmişə mehriban olurlar. Pislik görməmişdik. Məsəl üçün toy eləyirdilər, hərini almaq üçün. Həmişə atamı dəvət eləyirdilər ki, gedək sən qızı danış alaq. Mehribançılıq var idi burada. İndi yoxdur. O da nə danışırsan sən? Yəni Montinin köhnəsində görmüsünüz, bu gün də görmüsünüz. Fərqlər nədir? Şəxsən bu tərəflər elə bir dəyişiklik yoxdur ona görə ki, bu küçədə, misal üçün bəzi bu yaxın küçələrdə elə bir dəyişiklik yoxdur. Köhnə evlər var, indi kimsə də tikilən evlərdə 2 mərtəbə müxtəlif şəraitini düzəltmək üçün abadlıq işləri görüb, amma belə götürəndə, ümumi götürəndə heç bir dəyişiklik yoxdur. Montin elə Nərimanovun özü də, metronun özü də Montin gedir. Yəni orada dəyişikliklər var, əlbəttə ki. Ümumiyyətlə şəhərin mərkəzi sayılır, burada mərkəz sayılır, amma baxmayaraq ki, mərkəzdir, hələ bura yəqin ki, planda tutulub, nə vaxt burada gətirib, siz dediyiniz o gözəl dəyişikliklər olunacaq, hələ bu bizim üçün də bəlli deyil. Hələ buralara gəlib çatmıyor bu yeniliyə. Yox, o yeniliklər bura hələ gəlib çatmır. Dayı salam. Dayı indi ayaqqabı tikdirən var yoxsa? Olur, niyə belə də? Biraz zəifdir olur. Gündəlik olur da belə çörək pulu çıxır da, dolanırıq da. Neçə ildir dayı burada ayaqqabı tikirsən, bu işlə məşğulsan? Mən hardasa 88-dən. Neçə ildir burada meyvə satırsınız? Valla çoxdur, 85-dən. Mən Xasmazdan gəlmişəm. Xasmazı dəyişdiniz Montinə. Köçdüm burada, mən evləndim, burada qaldım. Burada çoxmu dəyişikliyi var? Əlbəttə. Məsələn? Məsələn, birinci bu küçə. Sonra insanlar, əvvəllər qonaq getirdin, qonaq gəlir, indi bir şey yox. Deyir əvvəllər qonşu tanıyırdı, amma indi tanımır. İşdən gəlir, girir evinə, elə başını atıb, bitkə yeməyini yeyir, yorğun yatır. Amma o vaxt gediş-gəliş vardı, hə? Əlbəttə, gediş-gəliş vardı. Adam istəyir ki, daha çox getsin, gəlsin. Deyirdim, hansı qohumun evinə gedək, bugün gedirdik, gəlirdik. İndi baxma, indi saat 9-da çıxıram buradan, bugün yorğun, getməyə həvəs olmur. Bəs niyə Bakının bu köhnə məhəlləsinə Montin deyirlər? Montin nə deməkdir və yaxud da Montin kimdir? Görə bilirlərmi? Aha, bu yaxşı sualdır. Montin kimdir? Vallahi elə biz elə işləndən Montindir. Montin kim olduğunda yalancı olaram, bilmirəm. Valla Montinin dəqiq kim olduğunu bilmirəm ata. Montinin özünü biz yenə görməmişik, yenə də ki, onu eşitməmişik. Valla bilmirəm, onu mən də bilmirəm. Montin bir urus olub, inqilabçı. Petro Montin, O kimdir? inqilabçı. Güya ki, gəmiqarma zavodunda işləyib, ya nəsə olub. Belə təxmin bilirəm, maraqlanmamışam. Çünki o dövrdə oxuduğuma görə də o heç elə belə, yəni bu gün bizə millətə bir
yaxşılığı olan insan o bizim üçün bir şey eləmir. Bəli, Pyotr Vasilyeviç Montin, Rusiyalı inqilabçı. İddia olunur ki, Sovet İttifaqı dövründə bu ərazilərə onun adı verilib və elə səsləndirilib. Bakının daha bir köhnə məhəlləsində Montində gördüklərimiz, çəkdiklərimiz və deyəcəklərimiz bu qədər. Növbəti köhnə məhəllədə görüşərik.